Salam dəyərli izləyicilərim. Bugün sizlərə Kimya 2005 test topusundan üzü birləşmə arası genetik əlaqə mövzusundakı testlərin izahını verəcəm. Bugün artıq videomuzun 3-cü hissəsidir və 131-dən başlayaraq sualların izahını verməyə çalışacağım. Əminəm ki, artıq bəzi suallar və bəzi reaksiyaları əzbərləmisiniz. Başlayaq sualların izahına. 131-dən başlasaq. Deməli, burada əvvəlcə verilib qarışqa turşusu və sulfat turşusunun iştirakında parçalanır. Ümumiyyətlə, burada diqqət edin, müsbət yoxdursa bu katalizator deməkdir. Yəni, burada bu sulfat turşusu katalizator rolunda çıxış edir. Qarışqa turşusu da sulfat iştirakında parçalanır dəm qazı və suya. Dəm qazı deməli, metil spirti ilə prosesə daxil olduqda bu zaman alınır deməli sirkə turşusu. Sirkə turşusu da baxın, burada P2O5 quruducu olaraq su çəkici higroskopik bir maddədir. Burada sirkə turşusundakı olan suyu çəkir, loru şəklində desək və bu zaman sirkənin anhidridi əmələ gəlir. Sirkə turşusunun anhidridi əmələ gəlir. Anhidrid suz forma deməkdir. Baxın, bu şəkildə 2 sirkə turşusu, 2 mol götürürsünüz burada. 2 mol sirkə turşusundan 1 mol su çıxır və nəticədə bu şəkildə bir sirkə anhidridi əmələ gəlir. Uyğun variantlar hansı olacaq? Burada karbon monoksid, sirkə turşusu və anhidridi olur. Y variantı. 132-yə baxsaq. Burada verilib bizə metil spirti və dəm qazı. Bilirsiniz ki, bu zaman alınır sirkə turşusu. Sirkə turşusunun üzərinə burada deməli gəlsə spirt nə alınır? Mürəkkəb efir alınır. Sirkə turşusunun metil efiri. Sonra üzərinə natrium gəlsə bu zaman hidrogenlə əvəzlənir. Hidrogen, CO, natrium. Sirkə turşusunun natrium duzu əmələ gəlir. Üstünə xlor gəlsə alfa vəziyyətdə bir əvəzlənmə olur. Xlor, sirkə turşusu əmələ gəlir. Buna uyğun variantlarda görsəz harda görəcəksiniz? Deməli, D variantında. Sonra 133. Burada birinci reaksiya baxın, monohalogenlidir. Natriuma təsir fürs reaksiyasıdır. Burada baxın, aydın məsələdir ki, budursa nə əmələ gələcək? Elə bilin ki, bunu bu şəkildə birləşdirəcək. CH2, CH2, CH3. Yəni, əmələ gəldi C6H14. Yəni, heksan. Heksandan 8 hidrogen çıxsanız, buradan alınır benzol. Benzolun üzərinə xlor deməli, qazı gəlsəz, baxın, burada katalizator diqqət edir. H-nü olduğu üçün tamamilə birləşir, alınır heksaxlor, disikloheksan. Bu da bizim deməli Y variantımız. Sonra keçik 134-ə. Hansı sxemdə Y maddəsi turşudur? Bir bütün reaksiya yazacağım sizin üçün. Birincidə baxın, spirt oksidləşəndə keçəcək nəyə? Aldehidə. Keçdi sirkə aldehidinə, sirkə aldehidi oksidləşdi, keçdi turşuya. Oksidləşəndə fikir verəcəksiniz ki, daha çox oksigen sayı, aldehiddən turşuya gedən oksigen sayı artdı. B-də deməli, alkanı brom gəldikdə nə əmələ gəlir? C2H5 brom, yəni əmələ gəldi metil bromid. Metil bromidin üzərinə su gəldikdə, burada deməli, nə baş verir? Spirt əmələ gəlir və hidrogen bromid. Sonra C variantında, deməli, aldehidi hidrogenə reaksiyaya daxil olduqda, bu zaman reduksiya nəticəsində təzədən spirt alınır. Alınır C2H5OH. Bu da üzərinə sulfat gəldikdə, sulfat turşusunun, belə deyək də, etil efir əmələ gəlir. Bu nə deməli qeyd etsək? Burada sulfat turşusunu efir reaksiyası yazanda HO, CO2, OH kimi yazırıq. Və burada deməli alırıq C2H5O, CO2, OH. Yəni sulfat turşusunun etil efiri və ya etil sulfat. Sonra D variantında. Butan oksidləşəndə olacaq sirkə turşusu. Keçəcək sirkə turşusuna. Sirkə turşusuna üzərinə metil spirt gəlsə artıq bilir ki, burada efir alınır. Deməli, sirkə turşusunun metil efiri. Sonra burada turşunun üzərinə natrium hidroksid gəlsə alınacaq deməli sirkə turşusunun natriumsu, üzərinə natrium hidroksid gəlsə, burada metan alınır, bilirsiniz, və natrium karbonat. Belə, hansında turşu alındı? A variantında. Sonra 135. 135-də birinci reaksiya vürsdür. Burada bilirsiniz ki, alınacaq 2, C2H5 isə bundan 2 mol götürəndə C4H10 ikilənir. Yəni, butan oksidləşəndə bayaq dedik. Keçsi sirkə turşusuna, sirkə turşusuna xlor gələndə xlor sirkə turşusu əmələ gəlir. Sonra onun üzərinə amoyak gəldikdə bilirsiniz ki, burada nə əmələ gəlir? Amin turşumuz, yəni glisinimiz. Xlor əvəzləndi bu şəkildə. Glisin əmələ gəlir. Bu da B variantında. Sonra keçdik 136-ya. Burada alınan maddələr yəqin ki, bizdən soruşur. Bəli. Deməli, dəm qazının üzərinə natrium hidroksid gəlsə, alınır nə? Deməli, qarışqa turşusunun natrium duzu. Sonra gümüş güzgü reaksiyasına daxil olsa, gümüş piroksid gəlsək, bu zaman alınır deməli
natrium hidrokarbonat və gümüş. Natrium hidrokarbonat da natrium hidroksitdən prosesdə daxil olsa, bu zaman əmələ gəlir deməli natrium karbonat və su. Sonra bunlar da uyğun variantlarda görəcəksiniz hansında deməli olur bizim Y variantımız. Sonra 137-də kalsium oksidinin üzərinə karbon gəldi. Artıq bu reaksiyanı çox əzbərləmişik yəqin ki. Burada deməli kalsium karbid və dəm qazı əmələ gəlir. Dəm qazının üzərinə hidrogen gəldikdə burada təbii ki metil spirt əmələ gəlir. Metil spirti də yandıqda karbon qazı və su hansı üzv maddədir? Deyir yalnız Y. Yəni yalnız 2B. Sonra 138. Burada deməli maddələri də müəyyən edin. Yine burada CO gəlib metil spirt almışsa bilir ki X hidrogendir. Sonra spirtin oksidləşəndə keçəcək aldehidə HCOH üzərinə yox daha doğrusu kalsium hidroksid mühitində katalizator olduqda burada glikoz alınır. Bu reaksiya ilk dəfə Butlerov tərəfindən həyata keçirilmişdir. Glikozların alınma üsullarından biridir. Sonra keçdik hara? Keçdik deməli bu variantı nə oldu? Əvvəlcə qeyd edək. D variantı. 139-dan davam edək. Deməli, buradan verilib bu T1 üzərinə hidrogen xlorid gəldi. Əvvəlcə bu T1-imizi yazaq. Bu T1 nə deməkdir? Yəni ki, birinci və ikinci karbon arasında 2Q rabitə var idi. Yazdıq maddəmizi. İndi üzərinə H xlor gələndə bilirsiniz ki, 2Q rabitədə Markovnikov qaydası üzərinə alınır. Hidrogen hidrogeni çox olana, halogen hidrogeni az olana birləşəcək. Və nəticədə 2 xlor butan əmələ gəlir. Sonra üzərinə natrium gəlsə, bilirsiniz ki, Würz reaksiyası üzərinə alınır. Xlor bu hissədən bir-birinin güzgü əks şəklində birləşəcəklər. Yeni maddəni yazıram bura. Radikalımız hardadır? Burada. Buradan güzgü əks şəklində birləşdirirsiniz. Görək hansı maddəmiz alındı. Ən uzun zənciri bu tərəfdən başlayaq. Çünki ən uzun zənciri budur. 3,4 dimetil heksan. 3,4 dimetil heksan. Bunu variantlarda da tapıb qeyd edəcəm ki, unutmayaq. Sonra üzərinə natrium hidroksid gəlsə, demək bu maddəni bilirsiniz ki, bu xlor hidroksil qrupu ilə əvəzlənəcək. Bura deməli yazırıq hidroksil, CH2, CH3. Butanol 2 əmələ gəldi. Uyğun variantlar hansı oldu bizə? Deməli aldıq birinci olaraq 2 xlor butan, 3,4 dimetil heksan, butanol 2 oldu B variantı. 140-cı suala baxsaq. Burada üzərinə maddənin kalium hidroksid spirtdə məhlul gəlmişdir. Bura 2 qat rabitə düşəcək. Yazsaq maddəmizi. Deməli, bura düşəcək 2 qat rabitə. Mən yaxşısı bu hidrogen birini götürüm. Alsın CH2. Aha. Alındı maddəmiz bu. Üzərinə hidrogen bromid gəlsin. Yine Markovnikov qaydası üzrə birləşdiririk. Deməli CH3. Bura birləşəcək brom. Və burada CH3 bu şəkildə birləşdi. Üzərinə natrium gəlsə, Würz reaksiyası üzərinə alınır. Deməli, mən belə reaksiyalarda əslində istəsəniz bromla metilin yerini dəyişə bilərsiniz. Baxın, belə yazsanız görəcəksiniz ki, maddə daha asan görünür nə olduğu. Aha, maddəmizin adı olacaq 2,2,3,3 tetrametil butan. Uyğun variant olur A variantı. Belə. Aha, 141-dən davam etsək. Deməli, burada verilib bizə etan. Etan parçalandıqda, yəni 1 mol hidrogen qazı çıxdıqda bilirsiniz ki, etilənə çevrilir. Etilənin üzərinə su gəldikdə artıq bilirik ki, etil spirti əmələ gəlir. Etil spirti də mis deməli 2 oksid iştirakını oksidləşdikdə keçir aldehidə, sirkə aldehidinə. Sirkə aldehidi də deməli burada oksidləşdikdə keçəcək deməli sirkə turşusuna. Və nəticədə mis 1 oksid və su əmələ gəlir. Burada olacaq cavab sirkə turşusu 141A. Sonra keçdik növbəti 142-yə. Aha, burada deməli əvvəlcə baxın, əvvəlki maddə sonda da alınır. Ona görə biz buradan başlayacağıq. Yəni asetlərdən başlayıb elə axırıncı maddəni tapacağıq. Deməli asetlər üzərinə su gəldi, biz Kucherov reaksiyası. Burada asetaldehid əmələ gəlir. Sonra o oksidləşəni keçir turşuya. Burada yazıb zaten. Sirkə turşusunun üzərinə natrium gələndə nə əmələ gəlir? Sirkə turşusunun deməli natrium duzu. O da natrium hidroksidə bilirsiniz ki, bizə bu şəkildə nə verirdi? Metan verir. Deməli X maddəsi metan imiş. Onda cavablarımız nə olacaq? Metan, deməli sonra sirkə aldehidi və sirkə turşusunun natrium duzu D variantı olur. 143-cü sualda deməli xlor propil xlorid maddəsi verilib.
Və burada üzərinə kalium hidroksidin suda məhlulu gəldikdə nə alınır? Xlor hidroksid qrupu ilə əvəz olunacaq. Nəticədə nə əmələ gələcək? CH3, CH2, CH2, OH. Yəni əmələ gəldi burada propil spirti. Üzərinə deməli əmələ gəldi. Mis 2 oksid əmələ gəldikdə o da çevrilir propion aldehidinə. Bu hissəni də yazaq. Propion aldehidinə çevrildi. Sonra onun da üzərinə mis 1 oksid gəldikdə bu gümüş güzgü reaksiyası nəticədə turşu əmələ gəlir. Burada da propion turşusu əmələ gəlmiş oldu. Cavab olur A variantı. Növbəti 144. Verilən maddə buten 1 üzərinə xlor gəlsək. Buten 1 maddəsi. Mən yenə reaksiyaları aşağıda yazacağım. Üstünə də yaza bilərəm. Orada qarşılıq düşəcək. Birinci reaksiya buten birimizi qeyd etsək. Buten birimiz bizim bu maddəmizdir. Xlor gəldikdə, baxın, qırılacaq. 2 qat rabitə qırılır və bu hissələrdən xlorlar birləşir bu şəkildə. Deməli, bu oldu bizim X maddəmiz. Sonra üzərinə 2 mol natrium hidroksid spirtlə məhlul gəndə 2 moldur. Nə alınacaq? Burada artıq 1 mol olsaydı, orada artıq alınardı etilen. 2 mol olduğu üçün artıq burada alkin, yəni ki, burada nə alınır? Butin alınır. Butin alınacaq. Bura qoyaq 3 qat rabitəmizi. Sonra 2 mol brom gəldi. Baxın, 1 mol brom gəlsə 2 qat rabitə qalardı. 2 mol gəldiyi üçün tamamilə bütün 2 qat rabitələr qırılacaq. Hər bir tərəfə biz bromlar birləşdirəcəyik. Bu şəkildə tək qat rabitə qalır. Burada bromları birləşdirək. CH2, CH3. Deməli, maddəmizin adı nə oldu? 1,1,2,2 tetrabrom butan. A variantı olur cavabımız. Növbəti 145. Deməli, burada hidroksid, yəni ki, burada spirti sulfat turşusu qızdırdıqda 140-dan yuxarıda bilirsiniz ki, alken alınır. Ona görə bu hissə elə bilin ki, hidroksid gedəcək. Bura 2 qat rabitə düşəcək. Maddəmizi yazsaq. Deməli, belə. Deməli, maddəmiz oldu bu şəkildə. Alında deməli 3 metil buten 1. Sonra onun üzərinə hidrogen bromid gəldikdə buradakı hissədə yenə nə olacaq? Oradan deməli birləşəcək. Hidrogen az olan yerə brom, hidrogen çox olan yerə halogen, hidrogen birləşmiş olur. Hidrogen çox olan yerə hidrogen birləşmiş olur. Üzərinə deməli 2 mol natrium gəldikdə Briski-Würth reaksiyasıdır. Bu buradakı bromla indi mən baxın, burada yaxşı olar ki, buradakı bromla bu metilin yerini dəyişim. Və belə olanda baxın, burada bromu götürəcəksiniz və eyni yerdən, amma bir-birinə güzgü əksi olacaq şəkildə. Elə bilin ki, baxın, yazdıq belə. İndi elə bilin ki, əksi düşübdür belə çəkəndə. Metil, burada metil qoyduq, CH3. Baxın, alındı maddəmiz bu şəkildə. Düzdür. Burada bromla metilin yerini dəyişmək heç bir önəm yoxdur. Çünki maddə yenə eyni qalır. Mən sadəcə belə olanda daha rahat yazılır deyə bu şəkli çevirdim. İndi maddəmizi də adlandırsaq, nə oldu maddəmiz? 2, 3, 4, 5 tetrametil heksan. 3, 4, 5 tetrametil heksan. O da oldu deməli D variantında. Növbəti 146. Baxın, 146-da 146 yenə spirtdir və sulfat turşusu iştirakında yenə alkinə çevriləcək. Bu hissədə hidroksid qrupu gedəcək və 2 qat rabitə düşəcək. Maddəmizi yazaq. Deməli, CH3. Bu hissə artıq belə olacaq. CH2. Yazdıq maddəmizi. Üzərinə hidrogen xlorid gəldikdə yenə Markovnikov qaydasını tətbiq edirik. Bura xlor. Burada tək qat rabitə qalır. CH3. Sonra üzərinə 2 mol natrium gəlir. Yenə Würth reaksiyasıdır. Baxın, burada istəsəniz xlorla, baxın, metilin yerini dəyişdirirəm. Metili, daha doğrusu xloru bura yazıram, metili bura. Yəni, siz də bu tip reaksiyada yerini dəyişsə daha rahat tapacaqsınız. İndi Würth reaksiyası olanda nə olur? Buradan deməli, mən xloru götürürəm. İndi maddəyə dəymədən aşağıdan yazacağım. Mən xloru götürürəm. Bu isə yenə güzgü əksi şəklində, baxın, eyni elə bilin ki, yazmalısınız. Burada da deməli alındı bu şəkildə maddəmiz. Maddəmizin adı nə olacaq? 2,2,3,3 tetrametil butan. Bu da olur Y variantında. Keçək 147-yə. Burada karbon qazının üzərinə gəlmişik karbon. Bilirik, burada dəm qazı alınır. Dəm qazının üzərinə natrium hidroksid alınır. Qarışqa turşusunun natrium duzu. Üzərinə sulfat gəldikdə də burada alınır qarışqa turşusu. Bu qarışqa turşusunun alınma üsuludur bu arada.
Maddələrimiz də müəyyən edin deyəndə oldu nə? Deməli Y-imiz istəyir o qarışqa turşusu natriumlusu, digəri də oldu qarışqa turşusu. 147-də cavabımız olur deməli B variantı. 148-ə baxsaq. Aha. Burada sonda Y maddəsi haqqında fikirlər soruşacaq. Görə Y maddəmiz nədir? Deməli etilen üzərinə su gəldik. Yenə etil spirtimiz. Sonra üzərinə mis 2 oksid gələndə alınır. Aldehid, oksidləşə gedəcək. Mis 2 hidroksid gələndə bu səfər keçəcək turşuya. İndi turşu haqqında hansı fikirlər doğrudur deyir. Mütləq bunların altına həmişə xətt çəkin. Doğrudurmu, yanlışdırmı? Çox önəmli çünki. Etil spirtlər sadə efir əmələ gətirir. Xeyr. Spirtlərlə turşular mürəkkəb efir yaradır. Sadə efir ancaq spirtlərin öz aralarında baş verən bir prosesdir. Mürəkkəb efir suda həll olmur. Xeyr, olur. Bu yanlışdır. Bir atomlu spirt xeyr, turşudur. Xlor reaksiya daxil olub, bəli, xlor reaksiya daxil olub nə əmələ gətirirdi? Alfa vəziyyətdə CH2 xlor, COOH maddəmizi əmələ gətirir. Sonra karbon turşularla mürəkkəb efir əmələ gətirir. Xeyr, özü karbon turşusudur. Bu maddə spirtlərlə mürəkkəb efir əmələ gətirir. Cavab olur D. Hansı birləşmələr hidrolizə uğrayır? Növbəti 149. Burada baxın, verilib maddələr yağ, spirt, zülal, aldehid, mürəkkəb efir. Sizə burada ipucu olaraq deyim ki, baxın, hidroliz olunanda mütləq maddənin belə deyək ki, tərkibində 2 birləşmə olmalıdır ki, bu maddə hidroliz uğrayanda yeni bir şeylər əmələ gəlsin. Yəni bunu yadımızda saxlamaq üçün deyirəm. Məsələn, ta ki duzlarda necə duzlar əsas və turşu qalıqından əmələ gəldikləri üçün hidrolizə uğrayanlar əsas və turşu qalığı əmələ gətirirdi. Baxın, yağlar da tərkiblərində nə saxlayır? Yağlar gliserinlə deməli karbon turşularının xüsusən ali karbon turşular mürəkkəb efirləridir. Aldehid isə heç bir şey. Aldehid sadəcə turşunun bir hissəsindən əmələ gəlib. Orada başqa bir şey yoxdur. Sonra spirtlər yenə o şəkildə. Baxın, mürəkkəb efir tərkibində nə saxlayır? Mürəkkəb efir turşu ilə spirtin birləşimidir. Zülal nədir? Alfa amin turşulardan əmələ gəlib. Ona görə yəni içində hər hansı bir maddənin birləşimindən əmələ gələn maddə varsa, o hidrolizə uğrayır. Burada ona görə cavab olur 1, 4, 5. Yəni C variantımız. Sonra növbəti 150. 150-də bu yenə bizim xlorun alınma üsuludur. Hidrogen xlorid manqan 4 oksid alınır xlor qazı manqan deməli 2 xlorid və su. Burada xlor qazı alınır. Xlor qazı da propenlə girsə, propen maddəmizi əvvəlcə yazaq görə hansı maddəmiz idi? Propenimiz deməli bu maddəmizdir. Üzərinə xlor gəldikdə baxın bu iki qat rabitə olan yerlərə bu şəkildə bizim xlorlarımız düşəcək. Aha. Alındı hansı maddəmiz? 1, 2 dixlor propan. Bu da uyğundur. Deməli bizim C variantımıza. Sonra 151. Aha, bu da amin turşunun alınma üsuludur. Nə demişdik? Deməli halogenli xüsusən də turşulara, üzvü turşulara amoyaka təsir etməklə alırdıq. Burada ipucu nədir? Baxın, amin etan turşusu. Bu nə deməkdir? Etan turşusundan əmələ gəlib. Etan turşusunun xlorlu tönməsinə əmələ gəlib deməkdir. Etan turşusunu necə yazarıq? Etan turşusu başqa bir adla sirkə turşusudur. Deməli, budur maddəmiz. Xlor sirkə turşusudur və ya xlor etan turşusu da deyə bilərsiniz. Sonra, burada baxın, propan turşusudur. 2 amin propan turşusudur. Bu demək ki, bu maddə propan turşusundan əmələ gəlib və 2-də xlor var. Maddəmiz də yazsaq, onda bu maddəmiz hansıdır? Baxın, bu maddə olacaq. Bu da bizim deməli 2 xlor propan turşumuz. Uyğun variantlar hansı olacaq? 151-ci sualda deməli xlor etan və xlor propan turşusu Y variantı. 152-yə də baxsaq, burada isə baxın tərsinə verilib. Yuxarıda verilmişdi. Burada xlor sirkə turşusunu verib. Amoyak gəlsək nə alar? Əlbəttə ki, bu xloru buradan çıxardırıq. Yerinə NH2 qrupunu qoyuruq və bu maddənin digər adı nə idi? Glisin. Glisin turşusumuzu alırıq. Birinci turşu da amin turşularda. Sonra üzərinə deməli gəldikdə amoyak bu hansı turşumuzdur? Bayaqkı turşumuzdur. Belə adlandırırız. Baxın, 2 xlor propan turşusudur. Deməli bu maddənin burada nə alınacaq? Bura yenə qoyursunuz. NH2 alındı. Deməli 2 amin propan turşusu. Uyğun variantlarda 152-də deməli seçsək olur B variantı amin etan və 2 amin propan. Belə baxsaq 153-ə. 153-də 6 mol bilirsiniz ki, qarışqa aldehidi kalsium hidroksid iştirakında çevrilir qlikoza, qlikozdan alınma üsuludur. Qlikoza da qıcqıranda və karbon qazı əmələ gəlirsə, deməli spirtə qıcqırmadır. Etil
etil spirti alınır. Y maddəsinin neçə hidroksil qrupu var? 1 hidroksil qrupu var. Sonra keçdik 154-ə. Sonra 154-cü sualda butandiol 1,3 verilib. Üzərinə hidrogen xlorid gəlirik. Butandiolu əvvəlcə yazsaq, butandiol 1,3. Nə deməkdir? Yəni 1-də və 3-də hidroksil qrupları var deməkdir. CH2, CH, CH3. Aha. Üzərinə 2 mol H xlor gəlsə, baxın bu hidroksillər xlorla əvəz olunacaq. Yəni onların yerinə baxın bu hissədə xlorları yazırıq. Aha. Sonra üzərinə 2 mol natrium gəlsə, baxın, əgər dihalogenli sıvı üzərinə natrium gəlirsə, burada artıq disiklo birləşmə əmələ gəlir. Baxın 1, 3-də gəlirsə, deməli bu disiklik birləşmə olan siklopropandır. Bir dəqiqə burada bunu silək. CH2, CH2. Belə. Maddəmiz deməli metil siklopropandır. Olur Y variantı. 155-ə baxsaq. Deməli burada verilib bizə efir, qarışqa turşusunun metil efiri. Üzərinə su gəldikdə, baxın, qarışqa turşusu və metil spirt əmələ gəlir. Metil spirtinin üzərinə dəm qazı gəldikdə bilirsiniz ki, sirkə turşusu natrium hidroksidən sirkə turşusunun natrium duzuna əmələ gətir. Olur C variantı. Sonra keçdik 156-ya. Nişasta su. Nişasta demək hidroz etdikdə alfa qlikozaya çevrilir. Burada demək aldıq C6H12O6. Spirtə qıcıqlarında etil spirti alınır. Etil spirti əgər temperatur 140-dan kiçikdirsə, burada sadə efir əmələ gətirir. Bu şəkildə 2 mol etil spirti götürür və nəticədə deməli dietil efiri əmələ gəlir. Burada da uyğun variantlar deməli glikoza, sonra etanol və dietil efir olur Y variantı. Keçdik deməli 157-yə. Yenə burada da eyni variantlar demək olar. Nişasta yenə hidroz etdik, keçdi glikozaya. Glikoza spirtə qıcıqırdı etil spirtinə. Etil spirti əgər bakteriya iştirakında oksigen reaksiyaya daxil olursa, burada sirkə turşusu verəcək. Buna uyğun variantlarını tapsaq, 157-ci sualda olur deməli C variantı. 158-ə baxsam, deməli verilib burada propen. Propenimizi qeyd edirik. Yazdıq propenimizi. Üzərinə xlor gəldi. Baxın, bu hissələrdən xlorlar birləşdirəcək. Yazaq aşağı CH2 xlor, CH xlor, CH3. Maddəmiz oldu 1,2 dixlor propan. Üzərinə kalium hidroksid spirtdə məhlul gəldi. Baxın, burada 1 mol kalium hidroksid isə biz alkeni alırıq. 2 mol olduqda alkin. Burada ona görə propen alacağıq. Yenidən yazdıq maddəmizi. Üzərinə kalium hidroksidin suda məhlulun gəldikdə isə spirt alacağıq. Propandiol 1,2-ni. Burada gördüyünüz xlorlar gelir. Onların yerinə hidroksid qrupları birləşmiş olur. İndi deyir, necə təyin edərik? Bilirsiniz ki, alkenləri, ümumiyyətlə 2 qat, 3 qat rabitəsi olan maddələri bromlu su ilə təyin edirik. Ona görə bromu seçəcəyik. Və spirtləri isə xüsusən də 1 atomları yox, 2 atomlu, 3 atomlu spirtləri mis 2 hidroksidlə təyin edilir. Bu zaman parlaq göy rəngli məhlul alınır. Burada cavabımız ona görə olacaq 158-də B variantı. 159-umuza baxırıq. 159-cu sualda deməli verilib bizə 2 metil 1,6 dibrom heksan. Burada da 6 karbonumuzu yazırıq. Əvvəlcə mən aşağı hissədən qeyd edəcəm. Sonra 1'ə 6'ya brom qoyacağım. 2'ye də metil qoyacağım. Sonra bu şəkildə hidrogenlərimizi yazacağıq. Üzərinə natrium gələndə bilirsiniz ki, əgər dixlorlu və ya dihalogenli birləşmədirsə, burada biz sikllı birləşmə alacağıq. Yəni siklo alkan alacağıq. Burada da bromlar olan karbonları baxın birləşdirsəz 6 bucaqlı bir forma alınacaq. Yəni sikloheksan alınacaq burada. Başlayaq yazmağa maddəmizi CH2. Mən burada bax bunu yazıram bura. Metili qoyacağım bura. CH2. Qalanlar hamısı eyni şəkildə gedir. Oldu metil sikloheksan X maddəmiz. Deyir ki, bundan 6 hidrogen çıxaq. Bunu indi qısaldıb yazsaq nə olacaq? C7'dir, düzdür? Burada C7H14. Bunlar alkenin eyni formudadır. 6 hidrogen çıxsaq olacaq C7H8. Yəni nə? Toluolumuz olacaq. Toluol da 3 mol nitrat turşusu birləşdirsək, nə alınır burada? Maddəmiz də qeyd etsək buradan. Ona da 3 mol nitrat turşusu birləşdirsək, baxın, olur 2, 4, 6 trinitro toluol alınmış olur.
İndi burada da variantlarda deyir bunlar hansı maddələr alındı. Deməli nə aldıq? Metil sikloheksan, tolol, 2,4,6, tolol, D variantı. Sonra keçsək 160-a. Aha, burada da verilib 1,6 dibrom heksan. Aydın məsələn, yine burada siklı maddə alacağıq biz. Maddəmizi qeyd edək. Amma burada elə birbaşa radikalsız sikloheksan almış oluruq. Aha. Çünki heç bir radikal yoxdur, elə birbaşa sikloheksan almış oluruq. Onun da formulu nə idi? C6H12. Ondan 6 hidrogen çıxsaq, benzol. Benzon da üzərinə xlor gəlsə, burada mütləq həmişə katalizatora baxın. 3 fərqli reaksiya var. Çünki dəmirdirsə sadəcə bir dənə hidrogeni xlorla əvəzləyin. Bu qədər. Aldı deməli xlor benzol. Uyğun variantlarda baxsaq, deməli nə aldı? Sikloheksan benzol. Sonra xlor benzol uyğun variant olur burada. Deməli D variantı. Sonra 161. Aha. X-Y maddələri müəyyən edin deyir. X-i deməli biz baxın burada axırda yenə tapacağımız üçün mən elə birbaşa buradan astaldehiddən başlayıram. Astaldehid oksidləşdi. Aldehid oksidləşəndə nə olurdu? Turşu. Oldu sirkə turşumuz. Sirkə turşusunun üzərinə spirt gəldik. Nə olacaq? Efir. Sirkə turşusunun etil efiri. Üzərinə su gəlsə nə olacaq? Uğrayacaq hidrolizə. Burada deməli alınacaq sirkə turşusu və etil spirti. Etil spirti də deməli burada da hansı oksidləşər aldehidə çevrilir? Təbii ki, turşu yox. Burada deməli ki, bu spirt imiş. Etil spirti. Uyğun variantlarda harda görəcəyik baxsaq, deməli baxırıq D variantına. X oldu etil spirti, o biri oldu sirkə turşusu. 162. 162 də demək olar ki, eyni suala oxşayır. Burada deməli mən buradan başlayacağım. Yəni sirkə turşusu spirtlə girdi, nə olacaq? Verəcək bizə mürəkkəb efir. Aldıq mürəkkəb efirimizi. Üzərinə su gələndə gör sirkə turşusu çıxıb. Deməli bu etil spirti. Etil spirti də oksidləşəndə nə verəcək bizə? Astaldehid. Sonra astaldehid oksidləşəndə gör turşu olub. Uyğun variantları 162-də qeyd edirik. Olur deməli Y variantı. Sonra 163. 163-dən 164 fikir versəniz ki, demək olar ki, eyni suallardır. Hamısı nitrat turşusuyla bağlıdır əksəriyyəti. Deməli nitrat turşusu üçün doğru olan nədir? Fenolla pikrin turşusu əmələ gətirir. Bu deməli doğrudur. Bəli, 2,4,6 trinitro deməli fenol. Bunlar demək olar ki, çoxsu əksəriyyəti partlayıcı maddələrdir. Bu doğrudur. Etanolla reaksiya daxil olur, bu yanlış. Daxil olur. Spirtlər üzvü oksigenli turşularla və üzvü turşu reaksiyaya girir. Tolulla nitrobenzol əmələ gətirir. Tolulla nitrobenzol yox. 2,4,6 trinitro deməli tolol əmələ gətirir. Bu hətta trotil də adlanır, digər bir adı və bu da partlayıcı maddədir. Uyğun variantlar oldu, yalnız deməli 1 düzgün olan. Sonra 164-ə baxsa, hansı ifadələr doğrudur deyir yeni nitrat turşusu üçün? Tololla 2,4,6 trinitro tolol əmələ gətirməsi fikri təbii ki də doğrudur. Sonra növbətiyə baxsaq, burada deməli etandiol 1,2 ilə reaksiya daxil olmur. Bu da yanlış fikirdir. Dedik ki, spirtlərə turşular gerir. Bu yanlışdır. 165-dən baxsaq, deməli burada bizə verilib benzol, üzərinə gəlmişik propen. Bu zaman bilirsiniz ki, izopropil benzol başqa adı ilə kumol əmələ gəlir. Bu yuxarı hissəyə biz izopropil radikalımızı yazırıq. Sonra üzərinə oksigen gəldikdə bu zaman nə baş verir? Kumol deməli oksidləşir və nəticədə fenolla bizə asetonu əmələ gətirir. Asetonumuzu yazaq. Aha, asetonumuz bilirsiniz ki, ketonumuzdur və ketonların ilk nümayəndəsidir. Yanırmı? Bəli, aseton yanır. Astaldehidin izomerdirmi? Xeyr, izomer olmaq üçün eyni sayda tərkiblərində bütün kimyəvi elementlər eyni sayda olmalıdır. Yəni burada astaldehid bilirsiniz ki, sirkə aldehidi C2H4O-dur. Aseton isə C3H6O-dur. Yəni bunlar da fərqlidir. Hidrogenləşirmi? Bəli, hidrogenləşəcək. Bir rabitə var və 9 sigma rabitə var. Bəli, atom sayının bir vahid çıxanda sigma rabitəni tapırsınız rahatlıqla. 10 atom varsa 9 sigma rabitə olmuş olur. Sonra 166-da yenə benzol üzərinə xlor gəlmişik, xlor qazı və dəmir 3 xlor iştirakında. Bu zaman nə baş verəcək? Deməli biz cəmi hidrogenin birini xlorla əvəz edəcəyik. Alında deməli benzol xlorid, üzərinə natrium hidroksid gəlsək, bu zaman nə baş verəcək? Natrium xloru götürəcək və burada bizim fenolumuz əmələ gələcək. Fenol üçün hansı ifadə səhvdir?
polimerləşir. Bu yanlışdır. Polikondensləşməyə daxil olur. Deməli, fenolla formaldehid. Bu yanlışdır. Polimerləşməyəcək. Qədəvlərlə reaksiyaya daxil olması doğrudur. Nitrat turşu ilə pikrin turşusu əmələ gətirməsi doğrudur. Bromo suyu rəksləşdirir. Bəli. Daş kömür qətranın tərkibinə daxildir. Bəli. Hətta onu sənayedə daş kömür qətranın distilləsinə alırlar. A olur burada yanlış. Sonra baxırıq 160 deməli 7-yə. Burada da verilib bizə deməli asetlen və trimerləşməsi 3 moldur. Ona görə alınır burada benzol. Burada verilib qarışqa aldehid gümüş güzgü reaksiyasına daxil olanda verir bizə deməli verir bizə qarışqa turşusunu. Sonra deməli dihalogenli törəmə, yəni ki 1,2 dixlor etanın üzərinə 2 mol natrium hidroksid gəlsə, bu zaman və su dediyi üçün burada əmələ gəlir deməli etilen glikol. Burada dedik ki, hansı maddələr suda yaxşı həll olur? Burada suda yaxşı həll olan maddələr bizdə olacaq deməli. Birinci maddə benzol, ümumiyyətlə karbohidrogenlər suda həll olmur. Demək olar ki, bu olmayacaq. Turşu ilə, qarışqa turşusu ilə spirtimiz, etilen glikolumuz suda həll olacaq. Ona görə cavab olur Y və Z B. Sonra 168. Hansı sxemdə Y maddəsi xlor sirkədir? Bir baxsaq. Baxın, birincidə verilib, deməli etil spirtimiz 140-dan böyük olduğu üçün alınır etilen. Etilen üzərinə xlor qazı gəldikdə alınır, deməli nə alınacaq burada? Deməli alınır C2H4 xlor 2 birləşdirəcək. Bu deməli xlor sirkə olmadı. Sonra B-də etilenin üzərində su gələndə alınır etil spirti. Etil spirtinin üzərinə H xlor gəldikdə burada əvəzləsə C2H5 xlor və su, bu da deyil. C-də də su gəlsə Kucherev reaksiyası ilə alınır burada deməli astaldehid. Onun da üzərinə xlor qazı gəldikdə deməli astaldehidin də üzərinə xlor qazı gəldikdə burada artıq başqa maddə alınır. Hardasa mənbələrə görə burada C-xlor 3, CHO da deyə bilərik. Yəni bu əslində orta məktəb kitablarında çox öyrədilmir. Ancaq ki, belə deyək də, burada başqa bir maddə alınır. D variantına baxsaq, D variantında da sirkə deməli turşusudur. Üzərinə xlor qazı gəlmişik. Bəli, burada deməli alındı bizim CH2, xlor, COOH. Bu xlor sirkədir. Ancaq üstünə 2 mol amonyak gəldikdə burada alınır bizim nəyimiz? Bizdə burada deməli alınır glisinimiz. Bu da amin turşudur. Bu olmaz. Sonra etil spirti bakteriya iştirakı ilə çevrilir sirkə turşusuna. Sirkə turşusuna üzərində xlor qazı gəldikdə alınır deməli xlor sirkə turşusu. Baxın, cavabımız olur bu. Ona görə də uyğun variant olur deməli Y variantı. Sonra 169-a baxsaq, 169 ilə 170 demək olar ki, eyni suallardır. Hansı maddələr natrium hidroksidlə deyil reaksiyaya daxil olur? Bu testdə əslində tez işləməyə yol odur ki, reaksiyaya daxil olmayanlar bütün variantlarda sizcə daha rahat olacaq test tapmış olaraq. Deməli, A variantında baxın, verilib deməli etil xlorid. Etil xlorid natrium hidroksidə girəcək. Bilirsiniz ki, burada nə əmələ gəlir? Spirt. Bu olacaq. Sonra bu ikinci maddəyə baxırıq. Baxın, aminlər ümumiyyətlə natrium hidroksidə girmir. Əsas xassələri əsasən girməyəcək. Ona görə bunu sildim. Burada fenol isə girəcəkdir. B-yə baxsaq. Turşudur. Turşu deməli natrium hidroksidlə reaksiya daxil olar. Sonra fenol da daxil, amma benzol, karbohidrogen daxil olmaz. C variantına baxsaq, burada da mürəkkəb efirdir. Mürəkkəb efir bəli girəcək və nəticədə bilirsiniz ki, turşunun natrium duzu və etil spirt əmələ gəlir. Sonra astaldehiddir burada. Baxın, biz deyir ki, aldehidlərdə əsasən alfa vəziyyətdə budur. Əgər hidrogen yoxdursa reaksiyaya daha çox daxil olur. Ona görə bunu götürməyəcəyik. Burada da deməli amin də reaksiya daxil olmayacaq. Sonra baxdıq D-yə. D-də etil spirtidir. Bilirsiniz ki, spirtlər natrium hidroksidə yox, natriumla reaksiyaya girirdi. Bununla görə çıxıram. Bu getdi. Burada deməli anilin də girməyəcək əsas xəssələr deyə. Amin turşu isə girərdi. Həm əsas həm turşu saxladığı üçün. Y variantına baxsaq, burada turşudur. Bəli, sirkə turşusu girəcək. Natrium duzunu verəcək bizə. Sirkə turşusunun natrium duzu, karbon qazı girəcək. Natrium hidro və ya natrium karbonat əmələ gətirəcək. Sonra burada nəyimiz var bizim? Burada deməli duzumuz var. Duzumuz da natrium hidroksidə girib. Deməli yenidən bizə amin vermiş olacaq. Cavab ona görə olur Y variantı.
Sonra 170'e baxsaq, hansı maddələr deməli natrium hidroksid reaksiyaya daxil olur? Burada yenə olanları götürəcəyik. Deməli turşu dedik ki, olacaq, sirkə turşusu olacaq. Sonra burada nə verilib bizə? Tolol girməyəcək. Bunu çıxdıq. Sonra bu maddə isə girərdi spirt əmələ gətirməklə. Sonra B-yə baxsaq, B-də deməli bilirsiniz ki, turşunun natrium duzu girir və metan əmələ gətirir burada. Sonra mürəkkəb efirimiz də girəcək, amma metan girməz. C-yə baxsaq, amin girməz deməli, anilin də girməyəcək, SK6 da girməyəcək. Bunlar heç biri girmir. D variantına baxsaq, D variantına dedik duz girəcək, amin əmələ gətirəcək. Sonra 1,2 xlor etan da girəcək reaksiyaya. Nəticədə deməli sudan və spirtdən asılı olan müxtəlif məhsullar verəcək. Burada deməli monoxlorlu törəməmiz də girəcək. D olacaq cavab. Y-yə baxsaq, Y-də karbon qazı girir, amma karbohidrogen olan deməli etan girməz. Ona görə cavab oldu D variantı. Sonra baxaq növbəti neçə idi bu? 171-ə. 171-ə baxsaq, burada deməli sirkə turşusunun natrium duzudur. Üzərinə nə gəlmiş ki, metan verir. Bilirik ki, bunun da üzərinə natrium hidroksid gələndə bizə metan verir. Metanın da üzərinə gəlsək, metil xlorotiflər. Burada bilirsiniz ki, xlor qazıdır. Sonra deməli metil xlordan üzərində gəlsək SK6 verər. Burada revers reaksiyası olduğu üçün natrium. Uyğun variantlar olacaq. Y variantı 172. Aha, burada da deməli verib yenə metil bromid almışıq, etan. Demək ki, bu virüsdür və natriumdur bu maddə. Sonra etanın üzərinə gəlsək etil xlorid alınır. Burada da bilirik ki, bu nə ola bilər? Xlor qazı. Sonra etil xlorid üzərinə gəlsək etilenə çevrilər. Burada da deməli uyğun olacaq kalium hidroksidin spirtdən məhlulu. Ona görə də uyğun variantlar olur. C variantı. Növbəti 173. Aha, deyir Z maddəsi müəyyən edin. Spirt üzərinə spirt oksidləşəndə nəyə keçəcək? Aldehidə. Uyğun sayda karbon sayda olan aldehid, yəni asetaldehidə. Asetaldeid də oksidləşəndə çevriləcək turşuya. Turşumuz da etil spirtinə girib efirləşəcək və nəticədə sirkə turşusunun etil efirini əmələ gətirəcək. Z maddəsi müəyyən edin. Maddənin adı nə oldu? Deməli burada maddəmizin adı olacaq ya sirkə turşusunun etil efiri deyə bilərsiniz və ya etil asetat deyə bilərsiniz. Ona görə A variantı. Sonra 174. 174-də deməli verib 1 brom butan. 1 brom butan, yazaq 1 brom butanımızı, 4 karbonumuzu qoyaq, 1-ə də brom qoyaq. Deməli uyğun CH2, 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 CH3. Üzərinə kalium hidroksidin spirtdə məhlulu gəldi. Deməli 1 mol gəldiyimiz üçün hələ ki burada metamonohalogen isə zaten burada alkin alınacaq. Deməli aldıq biz buten 1. Aha. Sonra üzərinə brom deməli gəldikdə nə olacaq? 2 qat rabitəni qırırsınız. Bu hissələrə 1-2 vəziyyətə bromumuzu birləşdiririk. Yazdıq maddəmiz 1-2 dibrom butan əmələ gəldi. Üzərinə 2 mol kalium hidroksidin spirtdə məhlulsa artıq burada nə alacağıq biz? Bromlar gedib, bunların yerinə 3 qat rabitəmiz düşəcək. Aldıq butin 1. İndi deyir, Z hansı sinif maddələrə aiddir? Təbii ki, alkinlərə. Y variantımız və 175. Burada deməli, baxırıq, etilen. Üzərinə su gəlsək, təbii ki, etil spirti. Sonra, deməli, 425 dərəcəni gördük etil spiritinə. Bu, nə reaksiyası idi? Deməli, Lebedev reaksiyası idi və nəticədə bu tadiyen 1,3 aldıq. Maddəmizi yazaq, bu tadiyen 1,3-ümüzü. CH2. Sonra üzərinə 1 mol brom gəldik və 40-dan yuxarı, bilirsiniz ki, 40-dan yuxarı olanda nə olurdu? 40-dan yuxarı olanda deməli 1,4 birləşmə məhsulumuz alınırdı. Deməli, həm 1-ə brom qoyacağıq, sonra 2 qat rabitəni qoyacağıq ortaya. 2 qat rabitəmizi ortaya və kənarlara 1,4 birləşmə məhsulumuzu aldıq. İndi belə, nədir? Adlarını deyin. Butadiyen 1,3 və ya divinildir. Deməli, Y maddəsi. Sonra digər maddənin adı 1,4 dibrom, deməli, buten 2. Ona görə uyğun variant olur 175-də D variantı. Növbəti, deməli, 176 bu səhifədən son olaraq kalsium karbidin üzərinə su gəlsə, asetilen və ya kalsium hidroksid bilirsiniz ki, alınır. Burada da aktiv karbonla girsə, bu asetilendir. Aktiv deməli, kömürü gördüksə, burada benzol alınır.
trimerləşmədir. Benzol da ferumu görsə sadəcə bir dənə hidrogenini verəcək. Demək olar ki, artıq bu reaksiyalar neçə dəfə təkrarlandı. Deməli, nə deyir? Y maddəmiz benzol, digər maddəmiz isə deməli xlor benzol. 176-da D variantı. 177-dən davam etsək. Deməli, karbon qazı və su fotosintez nəticəsində nə əmələ gətirir? Glikoza, C6H12O6. Qıcıqınan zaman və karbon qazını görürsə, burada spirtə qıcıqırmadı. Deməli, etil spirt alınır. Etil spirti 140-dan yuxarı temperaturda bizə nə verir? 140-dan yuxarı temperaturda bizə verir, deməli, etilin. Etilin verir. Etilin də üzərinə H-klor gəldikdə, deməli, nə alınır? Açıq şəkildə yazsaq, CH2, deməli, daha doğrusu CH3, CH2 xlor. Etil xlorid əmələ gətirir. Uyğun variant olur. Burada deməli B variantı. Sonra 178. Aha, kalsium karbid su ilə girir. Burada kalsium hidroksid və asetileni bilirsiniz ki, bu asetilen amma yanacaq. Yanma nəticəsində karbon qazı və su əmələ gətirir. Qeyd etdiyim maddələrimizi. Burada da karbon qazı karbonla girəcək, dəm qazı əmələ gətirəcək. Dəm qazı natrium hidroksidlə girib deməli əmələ gətirəcək qarışqa turşusunun natrium duzunu. O da gümüş güzgü reaksiyasına girsə, deməli nə əmələ gətirəcək burada? Aha, natrium hidrokarbonat və gümüş əmələ gətirəcək. Onun da uyğun variant olur C variantı. 179-da deməli 1 brom propan. Qeyd edirik 1 brom propanımızı. Bir də brom var və propan da deməli maddəmiz. Yazdıq maddəmizi. Üzərinə natrium gəlir. Demək vürs reaksiyasıdır bu. Vürs reaksiyası və mən bunu qısa olaraq yazsam, elə məsələn C3-dürsə artıq bu nə olub? C6. C6H14 əmələ gəlir alkan olduğu üçün və 8 hidrogen çıxsanız bundan alınacaq C6 deməli H6, yəni benzol. Benzol da üzərinə nə dedik? Propen gəldikdə burada izopropil benzol və ya kumol əmələ gəlir. Maddəmizi yazaq başında. Kumol və ya izopropil benzol uyğun variantlara baxsaq, deməli maddələrimiz X maddəmiz heksan, digəri benzol, digəri də kumol. C variantı. 180-ci suala baxaq. 180-ci sualda 1,2 dixlor etan verilib. Deməli bizə qeyd edək maddəmizi. CH2 xlor, CH2 xlor. Və üzərindən kalium hidroksid spirtdə məxlulu gəlib. Düzdür, baxın, burada 1 moldursa biz etilen yazmalıyıq buna normalda. Bunu çox vaxt baxıram testlərdə qeyd edir. 2 moldursa artıq asetilen alınır. Amma burada mən baxıram ki, aktiv kömür verir. Demək, burada biz artıq asetilen yazacağıq bu maddə üçün. Aktiv karbon olduqda burada əmələ gəlir, deməli, benzol. Benzol da üzərinə nitrat turşusu gələndə, deməli, alınır nitrobenzol. Aha. Uyğun variantlarda baxsaq, 180-ci sualda asetilen, benzol, nitrobenzol B variantı. 181-ci suala baxıram. Deməli, burada verilib 1,6 dibrom heptan. Maddəmizi formul şəklində yazsaq, burada deməli heptan dediyi üçün C7H14 brom 2 yazmış oluruq maddə olaraq. Deməli, üzərinə 2 mol natrium gəlsək, bu zaman bilirsiniz ki, bromlar gedəcək və nəticədə C7H14 əmələ gəlmiş olacaq. Yəni, bunu açıq şəkildə də yazmalıyıq. Çünki maddənin adını soruşur. Yəni, əgər adını soruşmasaydı, baxın, bu şəkildə alkandan deməli, bromları çıxaraq siklo alkana keçirdə bilərdiniz. Amma adını soruşduğu üçün yazmalıyıq. Burada da deməli, yazırıq 7 karbonumuzu 1-ə və 6-ya brom qoyuruq. Aha. Digərlərlə hidrogenlərini düzürük bu şəkildə. Aha. Sonra bilirsiniz ki, 1 ilə 6-nı birləşdirəcək. Siklda 6 karbon olmuş olacaq. CH2, CH2. Burada CH, deməli CH3. Maddəmiz metil sikloheksandır bu arada. Maddəmizin adı bu. 3 mol hidrogen qazı çıxırıq. Bu zaman nə olur? 6 hidrogen çıxsaq C7H8 olmuş olur, yəni tolol. Üzərinə 3 mol brom gəldikdə 2, 4, 6 vəziyyətdə birləşmə olacaq. Onda bu hissədən də yaza bilərik kiçik şəkildə. Baxın, bu tolol. Bromlar 2, 4, 6 vəziyyətinə birləşmiş olur. Maddəmiz olur, deməli 2, 4, 6 tribrom toluol. O da olur, deməli A variantında maddələrimiz. Sonra baxsaq 182-yə. 182-də də birinci reaksiyadan bilirik ki, dəm qazı natrium hidroksid verir. Qarışqa turşusu natrium duzu. Qarışqa turşusu natrium duzu üzərinə gümüş piroksid gəldikdə alınır natrium hidrokarbonat və gümüş. Sonra
Metan da üzərinə su gələndə bilirik ki, sintez qazı əmələ gəlir. Dəm qazı və H2. Burada deyir ki, hansı reaksiyanın yalnız qeyri-üzvü maddələr alınır. Birinci reaksiyada üzvü idi. İkinci reaksiya bəli. İkinci və üçüncü reaksiya yalnız qeyri-üzvü maddələr oldu. Cavab olur 182-də Y variantı. Sonra 183 hansı reaksiyalardan üzvü maddə alınır? Baxaq, birinci reaksiya deməli alacağıq nə? Deməli metil spirti. Sonra ikinci reaksiyada burada alacağıq biz deməli dəm qazı və su. Üçüncü reaksiyadan isə nə alacağıq? Üçüncü reaksiyada deməli alacağıq burada deməli natrium hidrokarbonat, mis piroksid və su. Aha. Burada da soruşur ki, hansı reaksiyada üzvü maddə alınır? Birinci reaksiyadan və birinci reaksiyadan yalnız bir olur. Cavab B. 184-cü sualda deməli birinci reaksiyada bizdə alınır deməli bu benzon alınma üsuludu. Fenol asid girdikdə benzol sinq oksid əmələ gəlir. Sonra etil xlorid kalium hidroksidin suda məhluluna girəndə etil spirti verir bizə. Sonra butanın oksidləşməsindən də sirkə turşusu əmələ gəlir. Deyək ki, bunlardan hansısa su ilə müxtəlif cinsli deməli qarışıq əmələ gətirir. Bilirsiniz ki, müxtəlif cinsli qarışıq hidrogen qarışıqlar. Bunlar adi həll olduqda belə deyək də, yaxşı həll olmadıqları üçün həll olduqda biz onları gözlə və mikroskopla görə deməli bilirik. Ona görə də burada biz müxtəlif cinsli dediyi üçün suda həll olmayan maddələri götürəcəyik. Burada benzol suda həll olmadığı üçün onu götürürük. Etil spirti həll olacaq, sirkə turşusu da həll olacağı üçün yalnız burada cavab olur XA variantı. Sonra 185-ci sual. Bu sualda yuxarıdakı sualdan eynidir. Demək olar ki, birinci reaksiyada alınır deməli bizim benzolumuz. İkinci reaksiyada dixlorludur sudursa burada deməli alınır etilen glikol. Sonra burada da deməli bizim verilibdir nitro birləşməmiz. Deməli nitrobenzol üzərinə hidrogen gəldikdə burada deməli alırıq biz anilin. Burada da hansı müxtəlif cinsli qarışıq əmələ gətirəcək? Burada benzolla anilin olacaq, çünki onlar suda həll olunur. Etilen glikolsa həll olacaq. Ona görə cavab olur X ilə Z, D variantı. Növbəti 186. Aha, burada baxaq görək nə verilib bizə. Spirtli və 140-dan yuxarıdırsa yenə burada alınacaq deməli etilen. Etil spirtinə etilen alınır. Sonra ikinci reaksiya Lebedev reaksiyasıdır. Deməli burada alınır butadiyen 1,3, C4H6 yəni. Sonra burada isə verilib bizə propil xlorid. Propil xlorid kalium hidroksid spirtdə məhlula reaksiya daxil olduqda burada deməli alınacaq alken. Yəni propen. Aha. Yine burada qeyd edir ki, bu maddələr üçün eyni olan nədir? Bir molekulunda 2 bron molekulu birləşməsi. Belə deyək də, burada sadəcə butadiyen 1,3-də bilirsiniz 2 qat rabitə olduğuna görə oraya ancaq 2 mol biz bron birləşdirə bilərik. Yəni bunun üçün ya 3 qat rabitə olmalıdır, ya da 2 qat rabitə olmalıdır. Çünki normalda tək hər 2 qat rabitəyə 1 mol bron birləşir. 3 qatsa və 2 qat rabitə isə buna 2 mol brom lazım olur. Ona görə birinci ancaq butadiyenə aiddir. Ona görə də onu götürmürük. Molekulda 2 pi rabitə olması bu da ancaq butadiyenə aiddir. Digərlərində 1 pi rabitə var. Polimerləşmə reaksiyasına daxil olması. Burada deməli bəli, hər üç maddə polimerləşir. Bu doğrudur. Çünki 2 qat rabitələri var. Birincidə bilirik ki, polietilen, digərində polibutadiyen, digərində də polizopropil alınır. Ona görə də bu doğrudur. Polin kondensləşməyə daxil olması yanlışdır. Çünki hamısı daxil olmur. Və CnH2 formuna uyğun olması bu da xeyir. Ancaq X-lə Z alken olduğu üçün o formula tabidir. Amma digərinin formulu nədir? CnH2-2. Cavab ona görə burada oldu. C variantı. 7-dən davam etsək, burada verilib bizə deməli metil spirti üzərinə mis deməli 2 oksid gəldikdə burada alınır qarışqa aldehidi. Sonra aşağıda verilib benzol xlorid üzərinə natrium hidroksid gəldikdə əmələ gəlir deməli fenol. Sonra aşağıda isə deməli verilib bizə paraksilol. Oksidləşəndə bilirik ki, bu metil radikalı olan yerlər karboksil qrupuna çevrilir və nəticədə əmələ gəlir teriftal turşusu. Deməli teriftal turşusu əmələ gəlir.
Burada soruşur ki, maddələr üçün ümumi olan nədir? Molekul hidrogen atomlarının sayı. Deməli, ümumiyyətlə baxsaq görək ki, hidrogen atomlarının sayı eyni deyil. Birincidə 2 hidrogen, digərində 6. Burada isə deməli, baxsanız, bir yerə formula yazsam, deməli, C8H6 o 4 eləyir. Burada 6 deməli, hidrogen var, eyni deyil. Molekulda bərabər sayda oksigen var, xeyr. Fərqli sayda oksigen var. Aşağıdakı tereftal turşusunda 4 oksigen var. Polimerləşmə reaksiyaya daxil olur, xeyr. Bu maddələr üçü də polikondensləşməyə daxil olur. Yəni, dolayısıyla Y variantı doğru olur. Gümüşgüzgü reaksiyası xeyr, sadəcə aldehid daxil olur. Burada növbəti 188. Aha, deməli 188-dən 189 məsələdir. Kalsium karbid su ilə girdi. Asetilin və kalsium hidroksid verdi. Asetilinlə hidrogenləşəndə əmələ gəlir etilin. Deyir ki, 32 qram kalsium karbid girərsə neçə edir? Y qazı əmələ gələr. Deməli, biz burada bunu qısa da yaza bilərsiniz. Məsələn, birbaşa karbon saylarına diqqət etməklə qısa şəkildə yaza bilərik bunu. Yəni, karbon 2-2-dir, eyni yaza bilərsiniz və reaksiya yaza bilərdik. Mən sadəcə qısa yolunu sizə göstərirəm. Burada 32 qram kalsium karbid girəndə neçə edirdir Y qazı alınır? Kalsium karbid normalda 64. 64-dən 22 14-dürsə, 32-də yarısı qədər olur, 11-12 litr. Ona görə 188 olur A variantımız. Növbəti 189-da da eyni şəkildədir. Deyir, yenə neçə oldu Y qazı alınır? Yenə maddələr etilin, daha doğrusu asetilin, sonra alınır etilin. Deməli, reaksiyamız yenə yuxarıdakı şəkildədir. Deməli, bu yuxarıda reaksiya əsaslanıb deyirəm ki, məsələn, normalda 64-dən nə qədər alırdım? Burada moldan soruşur. 1 mol etilin. 96 qramdan nə qədər alacağım? Onu da tapsam deməli eləyir. Deməli 189-da 1/5. Cavab olur C variantı. 190-cı suala baxsaq. 190-cı sualımızda deməli qarışqa turşunun üzərinə gümüş peroksid gəlir. Gümüşgüzgü reaksiya üzrə karbon qazı, su və gümüş əmələ gəlir. Karbon qazı, su və gümüş. Deməli gümüş sulfat turşusuna, qatı sulfat turşusuna reaksiya girdikdə gümüş deməli 1 sulfat, deməli SO2 və su əmələ gəlir. SO2 də 2 mol natrium hidroksidlə girsə tam şəkildə nə əmələ gəlir? SO2 olduğu üçün sulfid əmələ gəlir və 2 molda olduğu üçün normal duz əmələ gələcək. Natrium deməli sulfid əmələ gəlmiş olur. Buna da uyğun variant olur deməli B variantı. 191-ə baxsaq. Deməli, burada deyir ki, molekulda metilen qruplarının sayı. Metilen qrupu deyəndə, baxın, CH2-lər nəzərdə tuturuq. CH2 metilenli, deməli, CH3 metildir. Deməli, qliserinimizi yazsaq, gliserin maddəmiz, deməli, yuxarıdan bu boşluq hissədən yazacağım ən yaxşısı. CH2, OH, CHOH, CH2OH. Bu gliserin. Sonra yağ turşusu. Yağ turşumuz, deməli, butan turşumuzdur. 4 karbonlu turşumuzdur. Sonra bu deməli 2-dir, bu da 2-dir. Sonra propanal da ki bilirik ki 3 karbonlu aldehidimiz CH2COH. Aha. Deyir bu maddələrdə metilen qruplarının sayı. Baxın, birinci maddədə CH2-dən 2. Birinci maddə 2 var. Sonra yağ turşusunda onda da 2-dir. Sonra propanalda isə propanala baxsaq burada deməli 1-dir. Bunda ən azdır. Deməli, X-dən Y bərabər və Z bunlardan kiçik B variantı. 192-ci sual hansı reaksiyadan turşu alınır? Birinci sualda glukozla gümüşgüzgü reaksiyasına keçəndə glikon turşusuna çevrilir. Aldehid qrupu olduğuna görə oksidləşir. Glikon turşusuna çevrilir. Deməli, onun da formu 1 oksigen artıq yazacaqsınız. Necə ki, aldehidlərdə oksidləşəndə 1 oksigen artıq yazır. Bunlarda da eyni şəkildə C6H12O7 və gümüş. Bu maddənin adı glikon turşusu. Qarışqa turşusunun natrium dozu üzərinə sulfat turşusu gəldikdə burada deməli alınır qarışqa turşusu və natrium hidrosulfat. Sonra üçüncü reaksiyada deməli tolon oksidləşəndə çevrilir deməli benzoy turşusuna. Burada da deməli hansı reaksiyadan turşu aldı? Hər üç reaksiyadan turşu alınmış oldu. Ona görə cavab Y. 193-cü suala baxsaq, 193-cü sualda sirkə turşusunun üzərinə etil spirti gəldi. Bu reaksiya deməli efirləşmə reaksiyasıdır. Burada reaksiya adlarını soruşurdu bizdən. İkinci reaksiya deməli efirdir və üzərinə su gəlmişi hidrolizə uğrayacaq. Nəticədə turşu və deməli uyğun spirt alınır. Üçüncü reaksiya isə
Deməli, nə oldu burada? Üçüncü reaksiyamız isə oksidləşmə. Deməli, nə dedik biz burada? Efirləşmə, hidroliz və oksidləşmə. Ona görə də uyğun cavab olur 193-də A variantı. Sonra 194. 194-də də adlarını soruşur bizdən. Birinci deməli, bayaq qeyd etdik. Efir əgər su ilə gəlsə bu hidrolizdir. Aşağıda da qeyd edək variantlarda. Sonra növbəti. Burada deməli, spirtin üzərində miski oksidləşmə, oksidləşmə nəticəsi aldehiddə çevrilir. Bu oksidləşmədir. Növbəti isə üçüncü isə aldehidlə də fenol gələndə bu isə deməli Olur bizdə polikondensləşmə. Uyğun variant C variantı. 95-ə baxsaq. Burada deməli sirkə turşusu verilib, üzərinə natrium xlorid gələndə, baxın bu reaksiya getmir. Niyə? Çünki sirkə turşusu xloriddə zəif olduğu üçün onun dozundan çıxardanmayacaq. Ona görə bir getməz. Sonra ikinci reaksiya gedir. Bu da deməli amin turşu alınır. Xlorin yerinə NH2 qoyuruq, bu gedir. Üçüncü reaksiyada getməz. Çünki ikisi də turşudur. Turşu reaksiya girməz. Cavab yalnız 2 olur. C variantı. Sonra 196-da hansı mərhələ doğrudur? Burada da deməli birinci reaksiya düzdür. Burada xlor sirkə alınır. İkinci də doğrudur. Burada da amin turşu alınır. Üçüncü isə bayaq dediyim kimi yanlışdır. Cavab olur 1, 2. Bu da A variantı. Sonra 197-yə baxsaq. 197-də də deməli spirtdir. Üzərinə miski oksidləndə aldehidə çevrildi. Sonra üzərinə hidrogen gəldikdə yenidən çevriləcək spirtə. Sonra deməli aldehidin oksidləşəndə çevrilir turşuya. İndi deyir ki, bizdən bunların molyar kütlələrinin artma sırasını göstərin. Deməli, molyar kütlələrinə isə formullarına baxaraq da, yəni kütlə hesablamağa məncə gərək yoxdur burada. Formullarını mən qısa olaraq yazacağım 6-6. Üçünü də yazsaq, x, y, z şəklində baxın. X maddəmiz oldu C2H4O. Y maddəmiz oldu C2H4O2. Z maddəmiz də oldu C2H6O. Baxan kimi görürsünüz ki, baxın, deməli, bunlardan ən çox kütləyə malik olan Y-dir. Düzdürmü? Yəni, hesablamağa gərək olmadan, çünki 16 qram fərq var burada. Burada isə 2 qram fərq var digərləri ilə. Ona görə Y ən böyükdür. Artma sırasını deyirsə, Y ən böyükdür, ən sona qoyuram. Ən kiçik kütləli burada olacaq, deməli, X maddəsi. X olacaq, sonra Z gələcək, sonra Y. Artma sırası da bu şəkildə olur. Deməli, bu da olur A variantı. İstəsəniz kütlə də hesablaya bilərsiniz, amma məncə gərək yoxdur. 198-dən davam edirəm. Burada verilib sirkə aldehidi. Üzərinə hidrogen qazı gəldikdə bilirik ki, yenidən spirtə çevrilir, etil spirtinə. Üzərinə miski oksid gəldi, etil spirtinin çevrilir yenidən aldehidə, asetaldehidə. Demək, etil spirtin üzərinə oksigen qazı gəldi, bakteriya iştirakını çevrilir sirkə turşusuna. İndi burada da soruşur ki, molyar kütlələrin azalma sırasını göstərin. Bayaq qeyd etdiyim kimi maddələr burada sırasını yazım. X deməli etil spirti olduğu üçün deməli C2H6O olur. Digər maddəmiz asetaldehidimiz olur C2H4O. Digər maddəmiz də olur C2H4O2. İndi molyar kütlələrin azalma sırasını göstərir. Burada ən böyük kütlə bilirsiniz ki, hansı maddədə olacaq? Əlbəttə ki, C2H4O2-də, yəni sirkə turşusunda. Yəni Z-də. Azalma sırası dediyi üçün birinci Z-dən başlayırıq. Daha sonra deməli gələcək X-imiz, yəni etil spirtimiz ən kiçik də deməli Y-imiz olur. Bildiyiniz kimi, yəni deyirəm, kütlələri də hesablayaraq gedə bilərsiniz. Amma ən rahat yol budur. Maddələrin yəni saylarına diqqət edin. 199. Aha, bizə verilib etil spirti yenə oksidləşir. Yəni ki, artıq əzbərlədiniz ki, birli spirt oksidləşirsə aldehid verəcək. Sirkə aldehidi. Üzərinə mis-2 hidroksid gəldikdə, burada da o da çevriləcək deməli turşuya, sirkə turşusuna. Üzərinə natrium gəldikdə sirkə turşusunun natrium duzu. İndi maddələri istəyirdi bizdən. Buna da uyğun variantlara birbaşa baxsaq, deməli görəcəyik D variantında. Növbəti 200-cü sual. Gəldik 200-ə çatdıq. Deməli, burada mis-2 oksid, üzərində X gəlmişi. Aha, maddələri də müəyyən edin. Deməli, baxın, burada mən belə baxacağım. Əvvəlcə məlum olan bir şeydən. Sirkə turşusudur. Üzərinə natrium hidroksid gəlmişik. Məlum məsələdir ki, burada yenə sirkə turşusunun natrium duzu əmələ gələcək. Aha. Sonra, qayıtsam yenidən belə tərsinə baxıram. Nəyin üzərinə mis-2 hidroksid gəlsin, oksidləşər sirkə turşusunu verər? Biz öyrəndik ki, artıq aldehidlərin.
Bu aldehid deməli burada da nə oksidləşsə aldehidə çevrilir. Bu da deməli spirt imiş. X-də C2H5 OH imiş. Bu deməli Y-də çaşdırmayaq. X maddəmiz spirt, deməli Y maddəmiz aldehid. Digər maddəmizdə sirkə turşusu natrium duzu. Buna da uyğun gəldi C variantı. Keçdik 201-ci suala. Aha, burada deməli hansı maddəmizdir? Belə baxsaq 1, 2, 3, 4, 5. Deməli verilib bizdən 5 metil deməli pentanol 1. Üzərinə H-xlor gəldikdə deməli bilirsiniz ki, iki qat rabitədə hidrogen çox olan tərəfə nə gəlir? Elə mən bu maddənin üzərində birbaşa yazacağım X-in hansı maddə olduğunu. Hidrogen çox olan tərəfə hidrogen gələcək. Burada xlor gələcək. Alındı bu maddəmiz. Üzərinə deməli kalium hidroksid suda məhlulu gəldikdə yaxşı qarışdırmamaq üçün bir də buradan yazacağım. İndi bura nə qoymuşduq? Bura qoymuşduq xlor. Xlorun yerinə nə gələcək? Hidroksil qrupu su dediyi üçün. Spirt desə yox, belə olmayacaqdı. Deməli alınacaq bu şəkildə maddəmiz. Bu maddəmizin də adı belə baxın, hidroksil yaxın olan tərəfdən də nömrələyirsiniz. 4 metil pentanol 2. 4 metil pentanol 2. O da uyğun gəlir C variantına. Növbəti 202-ci sual. Burada deməli natrium hidroksidin üzərində dəm qazı gəlsək alınır. Deməli qarışqa turşusunun natrium duzu. Üzərinə miskit hidroksid gəldikdə deməli nə əmələ gələcək burada? Deməli əmələ gələcək natrium deməli hidrokarbonat. Natrium hidrokarbonat. Natrium hidrokarbonatin üzərinə nitrat turşusu gəldikdə deməli burada alınacaq natrium nitrat deməli və karbon qazı su. Aha. Burada deyir hansı maddə normal duzdur? Burada ancaq normal duzumuz deməli olacaq deməli X-lə Z. Uyğun gəlir 202-də yenə C variantına. 203-cü suala baxsaq, burada oksidləşmə və hidrogenləşmə məhsulları verilib maddələrin. Baxırıq ki, Y-in oksidləşmə məhsulu karbon qazıdır. Bunu görən kimi ağlımıza oksidləşmə məhsulu karbon qazı olan nə gəlir bizim? Deməli, bu demək ki, qarışqa turşusu olacaq. Çünki qarışqa turşusunun oksidləşmə məhsulu karbon qazı olur. Yəni Y-imiz artıq olur qarışqa turşumuz. Bunun uyğun variantlarda baxırıq ki, variant uyğun gəlir. Deməli, X-in oksidləşmə məhsulu qarışqa turşusudur. Deməli, nə oksidləşəndə keçir deməli turşuya aldehid. Deməli, bu deməli qarışqa aldehididir. Oksidləşəndə turşu verdi. Hidrogenləşəndə aldehid nəyə çevriləcək? Spirtə. O da metil spirt imiş. Sonra aşağıda da Z X-ə çevrilir. X nə idi? Deməli qarışqa aldehidi. Nə oksidləşəndə aldehidə çevrilir? O da spirt. Aha, belə. Burada da uyğun variantlara baxsaq, deməli X oldu aldehid, digəri oldu turşu, qarışqa turşusu və metil spirti. Deməli cavab olur Y variantı. Sonra 204-ə baxırıq. Bu sualda demək olar ki, eynidir. Burada oksidləşəndə deməli Y-dən başlayırıq. Deməli verdi bizə turşu. Deməli aldehidlər oksidləşəndə verir bizə turşu. Deməli bu astaldehiddir Y. Yuxarıda da hansı maddənin deməli oksidləşmə məhsulu aldehiddir? Təbii ki, spirtin. C2 deməli H5OH. Deməli bu etil spirti imiş. Sonra dehidratlaşma məhsulu Z. Spirt deməli dehidratlaşanda nə verir bizə? Su çıxsaq etilen 140-dan yuxarıda etilen verir. Sonra aşağıda baxırıq Z, etilen. Etilen də oksidləşəndə deməli bizə Y verir. Burada sirkə aldehidi olur. Bu da uyğun variant. Deməli cavablarımız nə olacaq? Deməli uyğun variant gəlir burada D variantına. Etil spirti, sirkə aldehidi və etilen. Oldu D variantı. Növbəti 205-ə baxsaq. Suala baxsaq, deməli burada mis 2 hidroksid qarışqa aldehidi iştirakında oksidləşəndə burada alınır deməli qarışqa turşusu, üzərinə natrium hidroksid gələni qarışqa turşusunun natrium duzu və su əmələ gəlir. Sonra üzərinə Y gəldikdə Y maddəmiz nə oldu? Qarışqa turşusunun natrium duzu. Deməli mis 2 hidroksidlə qarışqa təsirdə olduqda bu zaman natrium hidrokarbonat, su və mis 1 oksid əmələ gəlir. Hansı gümüş qüzgü reaksiyasına daxil? Burada deməli qarışqa turşusu və onun duzları
gümüş güzgüyə daxil olacaq. Uyğun variant olur X və Y. Yəni D variantı. 206-cı sualda da deməli burada asetlen üzərinə H-xlor gəlsək, deməli vinil xlorid əmələ gəlir. Sonra üzərinə hidrogen gəlsək, burada deməli CH3, CH2 xlor, deməli etil xlorid əmələ gəlir. Üzərinə 2 mol natrium gəldikdə də Vürs reaksiyası üzrə 2 karbon varsa nə əmələ gələcək? Bunun 2 qatı Vürsdə C4H10, yəni butan əmələ gəlir. Uyğun variant B. Sonra baxsaq növbəti 207-yə. Asetlen yenə su ilə Kucherov reaksiyası üzrə astaldehid əmələ gətirəcək. Astaldehidin üzərinə hidrogen gəlsə çevriləcək təzədən spirtə C2H5OH-a. Üzərinə natrium gəlsək, deməli əmələ gələcək deməli etil spirtin natrium duzu. Belə bunun da adı nədir? Natrium deməli etilat. Uyğun variant A. Növbəti 208. 208-də deməli butadiyen 1,3 üzərinə 1 mol xlor qazı gəldik. Butadiyen 1,3-ümüzü qeyd edək. Elə yuxarı hissədən qeyd edəcəm. Bunu butadiyenimizi yazaq. Baxın, 40 dərəcənin yuxarısı 1,4 birləşmə məhsulu əmələ gəlir. Bura xlor, bura belə 2 qat rabitə düşəcək. Burada CH2 xlor. Üzərinə hidrogen qazı gəldikdə bu hissə hidrogenlə tam belə deyək də nə edəcək? Tam zənginləşəcək. Burada CH2 xlor əmələ gələcək. Üzərinə 2 mol natrium hidroksid suda məhlul gələndə baxın, bu xlorları götürürsünüz. Yerinə hidroksid qrupları qoyursunuz. Bir dəqiqə. Aha, burada deməli xlorları götürüb yerinə hidroksid qrupu qoyacaqsınız. Maddəmiz adı nə olacaq? 1, 2, 3, 4. Yəni butanol olacaq. Deməli butanol, daha doğrusu butandiol 2 deməli hidroksid qrupu olduğuna görə maddənin adı olur butandiol. Deməli 1, 4. Uyğun variant Y variantı olmuş olur. 209-cu sualda deməli asetlendi üzərinə 2 mol hidrogen qazı gəlmişi. Bu zaman bütün 2 qat rabitələrimiz gedir. Sadəcə alınır CH3, CH3, yəni etan. Sonra asetlen üzərinə asetlen gələndə bilirsiniz ki, vinil asetlen alınır. Bir tərəfimiz vinil, bir tərəfimiz də asetlen qrupu. Sonra üzərinə 2 mol xlor qazı gəldikdə tamamilə yeni 2 qat rabitələr gedir və bütün bu hissələrə xlor birləşdirir. Bu şəkildə 1, 2, 1, 1, 2, 2 deməli tetraxlor etan əmələ gəlmiş olur. Bu şəkildə. İndi nədir? Hansı maddə bromusu rəngsizləşdirmir? Deməli, burada rəngsizləşdirməyənlər olacaq X-lə Z. Uyğun variant A. Sonra növbəti baxırıq 210-a. İndir hansı maddə alkandır? Aha, birincidə baxaq. Deməli, bəli, birinci reaksiyada burada 2 mol natrium götürüb. Bu Vürs reaksiyasıdır. Burada deməli CH3, CH2 isə bundan 2 qat götürəndə, yəni bu maddədən götürəndə 2 mol. Bu zaman alınır deməli bizim butanımız. Bu alkandır. Sonra alkan krekinqə uğradı. Deməli, maddəmiz C4 nə idi? C4H10, düzdürmü? Krekinqə uğrayanda C2H6. Elə bir ki, C4H10-dan C2H6-nın çıxsası nə qalır? C2H4 qalır. Bu etilendir, bu deyil. Sonra etilenin üzərinə hidrogen gələndə bu etan olur. Bu bəli alkandır. Belə, hansılar alkan oldu? X-lə Z, D variantı. Sonra növbəti 211. Deməli, kalsium karbid su ilə girdi. Yenə bunu artıq əzbərlədik. Asetlen kalsium hidroksid, asetlen aktiv kömürlə benzol, benzol nitrat turşusu ilə nitrobenzol. Sonra nitrobenzolun üzərinə 3 mol hidrogen qazı gəldikdə alınır anilin. Bu NH2-yə çevrilir anilin. Anilin üzərinə H-xlor gəldikdə bu da kompleks tuza çevrilmiş olur. NH3 xlor da yaza bilərsiniz. Tərkibində azot atomu olan maddələr müəyyən edin. Hansıda azot oldu? Z-də, T-də və M-də. Deməli, oldu cavab D variantı. Deməli, 212-dən davam etsək. Burada verilib X alkinlərin homoloji sırasının ikinci nümayəndəsi isə. Bilirsiniz ki, alkinlər birinci nümayəndəsi asetlendir. Onda ikinci nümayəndəsi CH4 olmuş olur. Deməli, CH4 üzərinə hidrogen qazı gəldikdə CH6-ya, yəni alkinə çevrilir. Alkinin üzərinə də su gəldikdə deməli çevrilir. Burada deməli propanola. Bunu yazaq. C3 deməli H8O. İndi biz burada bu maddəni açıq yazmalıyıq. Çünki burada bilirsiniz ki, spirt oksidaşında aldehid və ya keton verə bilər. Ona görə bu iki reaksiyanı açıq yazacağam.
Deməli, əvvəlcə maddəmizi yazırıq. CH2, CH, CH3 bu alkenimiz. Üzərinə su gələndə bilirsiniz ki, Markovnikov qaydası hidroksil ortaya birləşəcək. Aldıq bu maddəmizi. Burada demək izopropil spirti alınır. İzopropil spirti də ikili spirt olduğu üçün miski oksidlə oksidləşdirdikdə ketona çevrilir. Birli spirt olsaydı aldehid alınacaqdı. Burada deməli biz aseton aldıq. Burada soruşur ki, T, yəni aldığımız bu maddə daxil olduğu sifin neçənci nümayəndəsidir? Bu da asetondur. Deməli, aseton da bilirsiniz ki, ketonların birinci nümayəndəsidir. Ona görə cavab Y variantı. Növbəti 213. 213 əslində belə rahat bir sualdır. Yəni burada maddələrin sıxlıqlarını soruşur. Sıxlıqla yəni kütləni müvafiq götürə bilərsiniz. Çünki rho bərabərdir M bölünsün V-dir. V də eyni olarsa sıxlıqdan kütlə düz mütənasib dəyişir. Yəni kütlə necə dəyişirsə sıxlığı da ona aid edəcək. Burada da maddələr deməli CN H2N, digəri CN H2N plus 2, digəri də CN H2N minus 2. Bunlardan deməli baxan ki bilirsiniz ki, onsuz hansının kütləsi ən çoxdur? Təbii ki Y-in. Burada artma sayısı soruşduqca ən kiçik kütləli olacaq Z. Sonra gələcək deməli bunlardan deməli gələcək X, sonra gələcək deməli Y. Ona görə cavab olur D variantı. Növbətdə 214. Burada deməli bizə verilib CO-la natrium hidroksid aldıq qarışqa turşusunun natrium duzunu, üzərinə sulfat turşusu gələndə qarışqa turşusu alınma reaksiyalardır bu. Qarışqa turşusu və natrium hidrosulfat. Sonra dəm qazının üzərinə yenə metil spirti gəldi, alındı sirkə turşusu. Sirkə turşusunun da üzərinə kalsium hidroksid gələndə, hidroksid gəldikdə burada alınır deməli sirkə turşusunun kalsium duzu və su. İndi bunlardan hansı karbon turşusudur? X3 ilə X2. X2, X3 cavab olur B variantı. 215'ə baxsaq. Aha, burada da yenə gəldik dəm qazının üzərinə gəlsək, deməli sirkə turşusu verər. Təbii ki, burada bilir ki, bu metil spirtidir. Metil spirtinin üzərinə də gəldikdə deməli sirkə turşusu metil efer əmələ gəlir. Cavab burada olur deməli 215'də D variantı. Növbəti 216. Burada da yine eyni şəkildə dəm qazının üzərinə gəlsək, qarışqa turşusunun natrium duzunu verir. Burada natrium hidroksid olur. Nə gəlsək yenə sirkə turşusu, təbii ki metil spirti, artıq bunları yəqin ki bilirik. 216'da ona görə cavab olur bizim Y variantımız. Növbəti 217. Yenə eyni reaksiyalardır. Burada dəm qazı yazacağıq. Aşağıdakı sirkə turşusu yazacağıq ki efir alınsın. Uyğun variantlar olur 217'də. Deməli D variantı. 8-ci suala baxsaq, burada deməli qarışqa aldehidi verilib. Gümüş bir oksidlə girsə alınır qarışqa turşusu və gümüş. Sonra aşağıda aldehid hidrogenlə girsə reduksiya nəticəsində metil spirti, metil spirtdə CO ilə sirkə turşusu. Deyir ki, bu maddələrdən hansı miski hidroksidlə girər? Burada deməli bir qarışqa turşusu girəcək. Bilirsiniz ki, təyinli reaksiyalarından biridir. Bir də deməli sirkə turşusu girəcək. Yəni turşu olduğu üçün əsasən reaksiya daxil olur. Burada cavab olur deməli 218'də. C variantı X-lə Z. Növbəti 219. Burada deyir maddələri müəyyən edin. Sirkə turşusunun üzərinə gəlmişik ki, bu şəkildə xlordur. Burada xlor deməli qaz olacaq. Xlor sirkə turşusu alınır. Xlor sirkə turşusunun üzərinə amonyak gəldikdə glisin alınır. 219'da da uyğun variant olur A variantı. Deməli 220-ci sualda burada maddəmiz görürüz ki nişasta və ya selloz əmələ gətirib. Burada yəni sialtaşın O5 həm nişastanın, həm də ki sellozanın kimya formudur. Bu da hansı maddənin polimerləşməsinə əmələ gəlir bu maddə? Glikozadan. Alfa glikozadsa deməli nişasta, betadsa deməli biz sellozu götürürük. Burada da bu maddəmiz deməli glikoz olacaq. Glikoza polimerləşib deməli verib bizə nişasta və ya saxaroza. Saxaroza nəymiş? Selloza, o da yenidən hidroz nəticəsində çevrilib glikoza. Cavab Y olur burada. 221'ə baxıram. 221'də verilib bizə deməli maddələr. Gördüyünüz kimi bu maddə həm nişasta, həm selloz ola bilər. Nəticədə çevrilib glikozaya, hidroz nəticəsində. Glikoz da yenidən deməli qıcqırma nəticəsində spirtə çevrilir. Birinci reaksiya hidroliz, digəri qıcqırma olur A variantı. 221'imizə dedik A variantını. Növbəti 222. Deməli bu maddəmiz nə oldu bizim? Etan. Etandan deməli baxın hidrogen çıxırsız etilənə çevrilir, dehidrogenləşmə. Yəni
Sonra etilen üzərinə nə gəlsək burada deməli aldehid alınıb. Oksidləşsə bu zaman aldehidə çevrilir. Sonra aldehiddən nə zaman turşulanır? Bu da oksidləşmə nəticəsində olur. Biz ki, hidroksid iştirakında bunlar çevrilir turşuya. 222-də deməli uyğun adlar olur. Dehidrogenləşmə, oksidləşmə və oksidləşmə B variantı. 223. Deməli burada maqnezium oksiddə üzərinə H xlor gəlmişik. Maqnezium xlorid və nə əmələ gələcək? Su. Propenin də üzərinə su gələndə, bayaq bunu qeyd etmişdik yadınızdadırsa, propenin üzərinə su gələndə nə alınırdı? Buradan baxın bu iki qat rabitəni. Bir dəqiqə bunun səndə hamısı silinmiş oldu. Aha. Nə demişdik? Su gələndə HOH. Deməli, iki qat rabitə qırılır, orta hissəyə hidroksil qrupu düşür. Alınır izopropil spirti və ya digər adı ilə deməli propanol 2 olur A variantı 223-ümüzdə. Sonra 224-də baxsaq, burada da deməli propin 1-dir. Deməli propin 1-də də üzərinə 1 mol hidrogen qazı gəlir. Bu hissə deməli hidrogenlə zənginləşəcək. Burada bu şəkildə yazaq maddəmizi. Propen alındı. Propenin üzərinə su gəldikdə də alınacaq deməli nə? Bu şəkildə ortaya düşəcək hidroksid qrupu. Propanol 2 Burada alınır. CH3. Uyğun variantlar olacaq. Burada da deməli C variantı. Sonra növbəti 225. Aha, üzərinə deməli kalium hidroksid suda məhlulu görəndə xlorun yerinə hidroksil qrupu qoyacaqsınız. İndi burada yazaq o maddəmizi. CH3, CH2, CH2OH alındı. Deməli propanol. Propanol 1. Üzərinə 2 oksid gəldikdə deməli oksidləşmə nəticəsində alınır. Burada deməli aldehidimiz. Çünki birli spirt olduğu üçün bu hissədən aldehid verəcək. Propanol əmələ gəldi. Sonra üzərinə gümüş bir oksid gələndə çevriləcək bu maddə turşuya. Aha. Üzərinə natrium gəldikdə də bu hissə olacaq nə? Natrium duzu. Deməli propil spirtin natrium duzu oldu. Üzərinə natrium hidroksidi gələndə nə demişdik? Bu CO natriumla bu hissə belə gedir. Yerdə nə qalır? C2H6 və natrium deməli karbonat. Uyğun maddəmiz oldu etan 225-də olur. B variantı. Növbəti 226-ya da baxaq. Burada deməli sirkə turşusu natrium üzərinə natrium hidroksid gələndə bu hissədən getdi, alındı metan. Metan 1500 dərəcədə parçalanır asetilene. Asetilen üzərinə aktiv karbon gəldikdə termelləşmə olur benzol. Benzolun üzərinə demək izopropil radikalı gələndə alınır kumol. Yəni izopropil benzol. Sonra izopropil benzolda oksidləşəndə aseton və fenol verir. Aseton və fenol verir. Bunlar da maddələri qeyd edək. Deməli asetonumuzu yazaq. CH3, CO, CH3 bu asetonumuz. Bir də fenolumuzu da bu aşağı hissədən yazacağım. Aha. Deyir ki, burada YZ maddələrini, yəni fenol asetondan eyni hibrid halında olan neçə karbon atomu var? Deməli asetonda baxın bu sp3. Bu sp2, bu sp3. Ümumiyyətlə bu aromatik halqamız deməli delokallaşmış ümumi pi sistemidir. Bütün karbonlar burada sp2-dir. Yəni altıda sp2 olmuş olur. Neçə karbon atomu olmuş olur YZ maddələrində. Deməli sp2-lərdən söhbət gedəcək. sp2 bir dənə bu maddədə asetonda bir aşağıda 6 dənə, toplam 7 dənə eyni hibrid daşıyan karbon olmuş olur. Ona görə burada cavabımız Y variantı olur. 227-yə də baxsaq, burada deməli maddəmiz verilib, alkan bromun törəməsi üzərinə kalium hidroksid suda məhlul gəldikdə bu brom gedir, yeni hidroksil gəlir. Bunu da aşağıdan qeyd edəcəm. CHOH, CH3. Deməli alındı butanol 2 spirti üzərinə hidrogen xlorid gəldikdə indi bu hissəyə yenidən hidroksid çıxır, bura xlor düşür. 2 xlor bu səfər 2 xlor butan əmələ gəldi. Sonra üzərinə 2 mol natrium gəldikdə, bu virusdur artıq. Bu hissədən mən ən yaxşısı bunu keçirdəcəm bura. Metili. Bu şəkildə yazacağım güzgü əksi kimi. Aha. Maddəmizi gəlin baxaq görək nədir bu? 3, 4, 5, 6. Maddəmiz deməli 3, 4 dimetil heksan. Uyğun variant olur C variantı 227-də.
Sonra baxırıq 228-ə. Burada maddəmiz deməli propandan hidrogen çıxanda nəyə çevriləcək? Propenə. Sonra üzərinə su gəldikdə də bayaq bunu artıq qeyd elədik. Bu testlərdə də bir sualı bir dəfə verdisə ardı-ardı 100 dənə gələcəyini sualdan. İzopropil spirtimiz alındı. Deyir ki, maddənin izomerini seçin. Aha, izomer nə idi? Spirtlərdə izomer iki cür ola bilər. Ya zəncirə görə, ya da hidroksilin yerinə görə. Burada hidroksilin yerinə görə qoysaq, baxın. Hidroksili mən gətirib, bu indi propanol 2-dir də. Propanol 1 yazsam, tutaq ki, bura qoysam, bu olur. Deməli, propanol 1. Bunun da izomeri olur, propanol 1. Uyğun variant olur C variantı. Sonra 229. Burada da deməli verilib bizim deməli propanımız. Hidrogen çıxdıq, alındı propen. Üzərinə xlor gəldi. İndi bunu da yenə açıq yazmaq məcburiyyətində qalacağıq. Propenimiz bu idi. Deməli xlorlar gəldi, birləşdi 2 qat rabitə olan yerlərə. Bu şəkildə dixlorlu törəməmiz alındı. Üzərinə deməli 2 mol kalium hidroksid su məhlulu. Bu xlorlar gedəcək, yerinə hidroksid yazacaqsınız. Deməli alındı nə burada? Aha. Deməli alındı burada maddəmiz propanol 1 2. Maddə olaraq yazıb. Burada da olacaq variantımız B variantı olur. Sonra növbəti 200 deməli baxırıq 230-a. 230-da da butan oksidləşəndə baxın çevriləcək burada sirkə turşusuna. Sirkə turşusunun kalsium oksid gəldikdə alınır. Sirkə turşusunun kalsium duzu. Üzərinə sulfat turşusu gəldikdə yenə alınacaq deməli burada sirkə turşusu və kalsium sulfat. Cavab olur C variantı. 231-ə baxaq. Burada deməli metan 500 dərəcə parçalarında verir bizə etilin. Etilin su gələndə etil spirti. Etil spirtinin üzərinə H-klor gələndə deməli etil xlorid və su əmələ gəlir. Burada da uyğun maddələr olur. D variantı olacaq. Sonra 232-yə baxırıq. 232-ci sualda etil xlordu üzərinə kalium hidroksid spirtdə məxlul gəlmişik. Burada deməli alınacaq deməli etilin. Etilin alınacaq. Üzərinə H brom gəldikdə CH3, CH2 brom, etil bromid. Üzərinə 2 mol natrium gəldikdə də Vüs reaksiyası C4H10 olur. Yəni 2 qat artırır ki, 2 karbonluysa Vüs reaksiyası o 4 olur. Bu da butan Y variantı. Sonra 233. Burada da mis oksid üzərinə H2 gəldik. Mis və su əmələ gəlir. Mis nitratın qatısı ilə gedikdə mis 2 nitrat əmələ gətirir. Üzərinə də 2 mol kalium hidroksid gələndə mis 2 hidroksid və kalium nitrat əmələ gəlir. Aha. Deyək ki, bu mis 2 hidroksiddən hansı maddəni təyin etmək olmaz. Deməli, burada bilir ki, etandiol 1-2, yəni ikili üçlü spirtləri təyin edirik. Sonra aldehidləri təyin edirik. Sonra glukozanı təyin edirik. Çünki onda da aldehid qrupu var. Sonra metan turşusunu təyin edə bilirik. Metan turşusu bilirsiniz də qarışqa turşusu olduğu üçün onda aldehid qrupu var deyə təyin edə bilirik. Etanolu isə təyin edə bilmirik. D olur. 234. Gəldik, çatdıq bu videonun son sualına. 234-cü sualda spirt biz 2 oksid gəldi. Artıq yəni ki, bunu bilirik ki, birli spirt isə çevrildi. Aldehidə. Bir dəqiqə qarışqa aldehidinə həm də. Qarışqa aldehidi mis hidroksid gəldi. Çevirdi qarışqa turşusuna. Qarışqa turşusuna da spirt gəldi. Oldu qarışqa turşusunun deməli metil efiri. Bu maddənin də adı nə oldu? Z maddəsini müəyyən edindir. Metil formiat və qarışqa turşusunun metil efiri A variantı. Bu videonun izah edəcəyim sualları bitdi. Hardasa yəni ki 103 sual izah elədim. 131-dən 234-ə qədər izah elədim. Bundan sonra yerdə qalanları da son videoda izah edəcəm, bitirəcəm. Bir də ətraflı yazılı cavab tələb edən tapşırıqları izah edəcəm. Beləliklə video bitmiş olacaq. Bundan əvvəl videonun 2 əvvəlki hissələri var. Onları izləməyinizi tövsiyə edirəm. İnşallah ki, bu videoda da sizə faydalı məlumatlar verə bildim. Nəyə anlamasanız rəy yerlərini mütləq yazın. İzlədikdən sonra abunə olmağı, fikir bildirməyi və bəyənməyi unutmayın. Bura qədər izlədiyiniz üçün də təşəkkür edirəm. Sağ olun.